Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 19 Avqust 2026-cı il. Demək dostlar, bu bizim 3 çərçivə ilə may ayında, yəni ana yuvacığı ilə böldüyümüz ailədir. Yəni bu 7 ramkalıq yeşiklərdir. Bugün istəyirəm ki, bunu biz böyük yeşiyə köçürək və 2 ədəd süzülmüş şam verək ki, hələ payıza çox var, qoy arı işləsin. Ya Allah. Baxın, qışa tam hazır. Sürfə soyanlar bunları da süzərdi hamısı. Hayda. Demək bunun yumurta koyması için yer azdır. Bakın, ballı çerçeve. Burada sürfələr var. Ha, bura propolis de vurub. Bakın, bu propolis hardadır dostlar? İki çerçevenin arasında arkada ventilyasiya var deyə. Ventilyasiya dəliyi açıqdır. Əlavə hava kütləsini içəriyə qoymurlar arılar dostlar. Yay olmağına baxmayaraq. Ay maşallah. Güzeller güzel. Trozik 1075. Dünyada bütün arıların şahı karnika. Canım ay karnika. Bak. Bak. Arının sakitliyine bak. Arının möhtəşəmliyinə baxın. Arının səliqəsinə bir baxın. Bizdə də arılar var idi qabaq. Sarı İran arıları, nə bilim sarı Qafqaz arıları. Ay qardaş, ramkanı qaldırırdın. Arının yarısı ramkanın bu tərəfinə gedir, yarısı bu tərəfinə qaçır, yarısı aşağıya qaçır. Heç bilmirdilər ki, bunlar nə istəyirlər, nə edirlər.
Ay maşallah. Sap sağlam, əsas odur ki, bal ehtiyatı kifayət qədərdir. Digər ailələrdən süzdüyümüz çərçivədir, güləmli. Həm sovuracaqlar, həm lazım gələrsə ana arı bura yumurta qoyacaq, lazım gəlməzsə yenə də bal dolduracaqlar. Baxın, belə bir az ballı, burasında bir qədər bal, onu biraz cızaq. Yeni şandır, ana arı bura yumurta atacaq. Baxın, bu güləmlini qoydum bu tərəfdən. Oldu artıq 9 çərçivə. Əssalam. Biz buna bir də payızda baxış keçirəcəyik. Sıxlaşdırmaq lazım olarsa sıxlaşdıracaq, lazım olmazsa bu qaydada da saxlayarıq. Bu yeşiyi də götürüb qarşısında biraz sirkələyirik arıların. Vəssalam.